Sen məni sevirsin, indi bir də mən o velon payım vereyim, sonra siz məni seversiniz. İndi sizə söz danışacağım. Bu görün, bu necə kisvət aravrandır. Deməli, bu TikTok açılandan sevərək qalik deyir. Qalikdir, qalik, yalancı, ev aldı, gizzətdir, onu elədi, bunu elədi. Düz danışıram, danışmıram. Düz danışıram, danışmıram. Yaxşı eləyir, neynir? Bacımıza da qalik desin, görüm xoşunuza gələcək. Nə ki, sən məniyə belə deyirsən, qayıdıb nədirsə yaxşıdır sevərə. Mən deyir, məni deyir, Ləman qızışdırdı. Mən Ləmana görə sənə o sözü dedim. Ləman burada pirçom, sən TikTok açılandan qalik deyib oturmuşsan. Hə? Ləman burada pirçom, nə 200'lük edirsən. Hələ Niko, mənə TikTokda WhatsAppda zəng edib başqa cür danışırsan. Buna da mən necə TikTokdan çıxartdın ha, qoymadın sözümü deyim, bildin ki mən düz danışacağım, sən niprav çıxacaqsan, ona görə də getdin orada öz aləmində danışdın, mən niprav çıxartdın, zarafata gülə-gülə sala-sala, o xain arvadlar olur, qayın arvadı, xain arvadı, onlar kimi oturub hamını bir-birinə vır, sonra deyən zarafat edirəm, sən kimi elə hamı sözün gülə-gülə deyib, desin özün pis eləməsin, amma biz agresiv deyək, özümüzü pis eləyək, altdan da oradan hərəkətlər və eləginən, cəmaatla da dostluq elə, sözləri yığ, sonra da otur onlardan danışarsan. Yaxşı, sən ancaq canlılarda mənə deyirsən, qeybət, ona buna, sənin üçün hamı qalikdir. Elə sənin üçün də hamı qalikdir. Sıralamaya kim düşür, deyirsən, film fantonları atır, aşkım mənə xalq atır. Film tanımır sıralama, film fantonları atır, aşkım mənə xalq atır. Mən 7 ildə bunları danışmışam, sən 3 aydır buradasan, day zad eləmədiyin zad qalmayıb. Sən kimə deyirsən? Sən kimə deyirsən? Hə, mən başımın eşitdin məni? Sözün var, sözvüdür, sözvün də arxasında dur ginən. Şam tutanlıq eləmə mənə orada. Başa düşdün? Yeyirsə qoşul bura. Dünənki sözvün qalanı var ha. Onu kimlər var ha? Yorumlarda tərəfini tutanlar var ha. Düzdür. Yeyirsə qoşul bura. Dünən özün qoşulmusan mənim canlıma. Və sən bilirsən ki, mən ayla danışmıram. Ay uşaqlar, səhvəm, deyin ki, aman burada səhvsən. Mənim problem deyil. Mən səhv olduğum yerdə səhv oluramsa, deyirəm səhvəm. Sən bilirsən ki, mən ayla danışmıram, okey? Sən gəlirsən, mənə istə yatırsan, peyka eləyirsən mənə. Sən durub mənə deyirsən ki, dünənki söhbət belə oldu. Nə oldu ay bacı? Bəs heç kəsi başa düşdün? Oldun pis adam. Sən sözü zarafata deyirsən, biz amma deyirik oluruq pis adam, paxıl adam, davakar adam. Amma sən deyədə zarafatı hər şeyi olar. Yaxşıdır da valla, müğənni qoymamsan, aktyor qoymamsan, aktrisa qoymamsan, restoran yeri açan qoymamsan, bağlayan qoymamsan, hamıya sətr altı sözləri soxursan, sonra deyirsən belədir. Dünən mənə deyirsən 4 uşaqlı anaya qaylik deyirsən. Mən harada 4 uşaqlı anaya qaylik dedim? Sən deyirsən ki, mən qaylik sözünü sevərə, o mənada dedim ki, oliqarx qız, sən də deyəndə mən danışıram sevər. Oliqarx qız, maşını olan qız, pullu qız. Belə oldu, olmadı. Bax, mən səhv danışmıram, məni yandırır, başa düşürsən, mən düz olduğum yerdə, mən qıcıqlanıram, mən nifrət elədiyim şeydir də, bax, 200'lük, mən sevmirəm, qulaq az. Durdum mənə, nə danışırdım, yadımdan çıxdı ye. Dedin ki, qaylik o mənada, dedim ki, pullu qız. Mən də qayıtdım, dedim ki, sən qaylikləri sevirsən. Sən də canlında deyən pullu qızları sevirəm, maşınlı qızları sevirəm. Əgər qaylik sözü pis söz deyilsə, buna deyirsənsə, niyə o sözü sənə deyəndə ki, ətrafında pis başa düşürsən? Niyə? Sən deyəndə zorsan, biz deyəndə zortuq. Hə? Sən göydən düşmüsən, qızıl sən 30K izləyir deyə böyük adamzatsan. Hə? 100K'dan düşdünsə sən əgər, əzizim, hələ 7 ildə yox ha, 3 ayda 20K'ya, sən 3 aydan da sonra düşərsən 5K'ya, sonra da yallah habibi. Özünü çox göydən aparma, hələ yanındakı Niko vəxşey düşüb ulduz xəstəliyinə. Başa düşdün? İnsanın kütlə görüb qudurmamağı, hər adam onu bacarmır. Hər adam cəmiyyət içində özünü aparmağı bacarmır. İnsan qudurmaz.
İnsan insana hörmət edirsə, insan hörmətin başa vurmaz. Misafiri və canlıva kim qoşulur? Ay ac eləyib atırsan. Hamıya da sözü soxursan zarafata. Onu biz deyib, hamda bir insan atsaydıq canlıdan, deyərdiniz naşükürdür, Allahsızdır, dinsizdir, qudurmusuz, filan şey eləmişsiniz. Xəstə uşaqlar səndən pul istəmir ki, qoşulur PK, ay aşkım mən oynamıram. Oyna da səndən pul istəmir ki. Niyə oynamırsan? Yalandan da deyirsən icazə yoxdur. Harda icazə yoxdur? Pul yığmağa icazə yoxdur. Xəstə uşaqlarla oynamağa harda icazə yoxdur? Nə artist deyirsən? Hə? Sən kütlə görüb quduran. Bildin? Həddini aşma ginən. Mən də ağzımı açdırma ginən burada. Sən sevənlər ola bilər, amma düz hərəkətlər eləmirsən. Durub sevərə deyirsən ki, məni Laman qızışdırdı, sənə qalik dedim. Sən TikToka gələndən buna qalik deyirsən. Evin olmağın belə açdın, tökdün. Düdün 200-lüdür, filan üzlüdür, bəsmən üzlüdür. Bilmək istəyirsən nə var? O Alican var, o bir dənə Alican idi o. Yazın. Oxuyur, necəsiz canlarım, eləyir belə TikTokda. Onu şəhərdə kasıbdır deyə üçün filan kəs döyürsən. 200-lü deyirsən mənə, hamı dalıca danışan. Gör sənin elə yanında oturanlar hamısı heç kəsin dalıca danışan, heç kəsinlə dalaşanlar deyir. Belə düz danışırsa, belə yeyirsə, otur düzün danış. Oturub deyirsən ki, Laman bizi qısqanır. Laman sən axırıncı adam olarsan ki, mən sənin və sənin ətrafı qısqanıram. Başa düşdün? İstəsəm şəhərə də gedərəm, istəsəm sənin getdiyin o yerlər var, səhərə qədər oğlanlar oturur, əlində siqaret, tüstü, açıq-saçıq geyinirlər, hər yerlərini qoyurlar çöldə. Gedərəm mən də 4-ə 5-ə kimi oturaram orada, səndən ayaq uyuşduraram. Başa düşdün? Ayaq uyuşturmuram deyə sənin tempində deyiləm deyə. Çuşqayam canım, mən oliqarx deyiləm, mən sənin tipində deyiləm. Sənin tipində olanlar var, mən onlardan deyiləm. Takışda çaşma ginən mənə qarşı. Mən bugünə qədər TikTokda sənə qarşı hörmətsizlik eləməmişəm. Elə hamıya altdan deyirsən filan. Valla mən 7 ildə danışmışam, sən 3 ayda məni keçmişsən. Başa düşdün? Gülə-gülə sözümü deyirsən. Mən sən belə naxalini dedim. Yeyirsə qoşul, sözümü də üzvə deyərəm, problem deyir. Hamını canlıdan atandan sonra zarafata hər sözü demək lazım deyir. Mən sənə qarşı hörmətsizlik eləməmişdim, sən mənə qarşı hörmətsizlik edirsən. Durub bundan qorxursan indi qalik sözünə görə. Durub deyirsən ki, məni Laman qızışdırdı. Məni Laman qızışdırdı. Laman səni qızışdırıb neynədir? Gələn kimi söz soxursan, sözün də cavabını alırsan da. Durub mənə deyirsən ki, hamı ilə dalaşıb görüşdün. Mən də deyirəm, sən də baboşla dalaşdın, görüşdün. Demək, deməyim. Mən bununla bağlı qanun atsam, qanunla getsəm bunun üstünə, vəzifəsi çox pis olar. Mənə deyirsən, bir-birinizə ağzınıza gələni deyirsiniz, gedib oturub çay çörək yeyirsiniz. Niyə oturdun? Bax, sual verirəm. Mənə deyirsən, məndən artıqsan, sən məndən yaxşısansa, niyə oturdun? Niyə oturdun da? Sən də mənim elədiyim eləmsən də. Mən sənə demirəm ki, gedib kimlərləsə oturma. Sən durub məni o yandırmır. Durub deyir ki, Laman, elə mən dünən söhbət o söhbətlərdən olmadı axı. Sən açdın, gördün mən sənə atfetivi verdim. Sən o söhbəti yaddan çıxartmaq üçün getdin, girdin başqa mövzulara. Onunla filan şeylə sevgili oldu, filan şeylə filan oldu, bəsmən şeylə bəsmən oldu. Başqa vaxt deyirsən, kim necə yaşayır özü bilər. Biz də necə yaşayırıq özümüz bilərik. Sənə nə var? Sən durub 200 lirəyirsən, belə eləyirsən, Orada mən uyandırmadı, belə eləyir. Mən elə söz dedim, sizi atavızın, anavızın canına and verirəm. Mən dedim filan kəs qalikdir, belə eləyir, sən filan kəsə 4 uşaqlı anaya qalik deyirsən. Mən elə söz dedim canlıda. Sən dedin qalik sözünü mən oliqarx mənasında deyirəm. Sən necə 2 dəqiqədə söhbəti fırlatdın, ağzıva gələni danışdın o canlıda? Hə? Düz danışmır axı, məni o yandırır. Mənim kiməsə sözüm olsa, narahat olma ginən. Ağzımı açaram, ağzımda görüşmürəm. Nədir, məndə aşkardadır. Deməyəydin, cavabı da almayaydın. Deyirsən, cavabı da alırsan, xoşun gəlmir. Elə deyirsən, mən gülə-gülə sözümü soxum, siz durun mənə baxın. Elə bir dünya var, harda var? Olmaz axı, ağzıva gələn dünən danışmışsan yoru kayıtlardan sonra mənim haqqımda. Sən də keçmişimi bilirik. Mən nə keçmişimi bilirsən? Nə olur? Hamı bir-birinin üzünə də söyüb, barışıb da. Hamı eləyib də bunu. Təkcə mən eləmişəm bəyəm. Təkcə mən eləmişəm bunu. Təkcə mən eləməmişəm ki, ürək. Durub deyir, mən qalik sözünü pis mənada demirəm, zarafata deyirəm. Biz buna deyəndə amma zarafat qəbul eləmir.
Bu xoşuna gəlmədi. Sən deyir, niyə cəmaata o sözü deyirsən? Bəs sən nə işləyirsən? Cavan qızdır, subay qızdır. Salmısan 700. Bəlkə bunu insandır. TikTok'dan aralaşdı, kimsə aldı. 4 cəmaatın ağzına salırsan 700. Ayıb deyir. Durub səfərə deyirsən ki, Ləman məni qızışdırdı. Dünən canlı başlayan kimi çatda oturub demədi. Niyə hamı 700 yazır? Niyə hamı 700 yazır? Hələ heç mənə salam verməmiş girən kimi o sözü dedin canlıda. Haqsız danışma da. Haqsız danışma yine. Mən səni qızışdırdım bəyəm. Deyir, 700 nöş yazırsınız. Dünən də deyirsən ki, sənin ətrafındakiler görürük də. Ay aşkım, 700. Bilmirəm səni doldururlar, sənə nə deyirlər, sənə nə demirlər. Ay veloş. Sən yaman çox dəyişmirsən. Sən o yanındakı ulduz xəstəliyində tutulan var ha, bir də ki o. İkimiz elə bil ki, dünyanı siz yaratmışsınız. Biz sizin ayağınızın altıyıq sadəcə. Cəmaata yuxarıdan aşağı baxırsınız. Bəlkə mənə elə gəlir, bəlkə mən səhv bilirəm, bəlkə mən səhv görürəm, bəlkə mənə elə gəlir. Amma axır vaxtlar mənim gördüyüm odur, başa düşdün? Siz çox dəyişmişsiniz. Siz əvvəl başqa cür idiniz, indi başqa cürsüz. Durub misafirə PK eləyərək qazanır. Sən də canlı yayında uyarı gələn kimi hədiyyə uyarısı qaçıb gedirsən. Otur da uyarı gəl. Argumentin çıxıb divanda tullanıb düşməkdir. Bizimki də budur da. Sən elə canlı adam yığırsan, biz də belə yığırıq. Sən o cür qazanırsan, insanlar da bu cür qazanır. Sən niyə kimi sözündən aşağı yuxarı görürsən ki? Bildiyi də səni 30K izləyir. Hə, nə olsun? Özünü işte artıq qoyursan dağın başına. Sən TikTok'a gələndən səni 30K izləmir ki. Ayıb deyil. İnsan danışanda bax neynədim ki? Sən gəldin mənə sözvü dedin. Mən də sənə cavab qaytardım. Oldum pis. Durub mənə deyirsən ki, evə heç kəsi buraxmayacaqdın. Mən də dedim ki, sən də demişdin ki, mən heç kəsdən oturmayacaqdım. Durub mənə deyirsən ki, sən birinci deyirsən. Falan kəslə dalaşdın, getdin stolda oturdun. Sən də getdin falan kəslə dalaşdın, stolda oturdun. Nə dəxli var? 5 dəqiqə, 10 dəqiqə, 3 dəqiqə, 2 dəqiqə, 50 dəqiqə, 30 dəqiqə. Gördün ki, baboşla qoşuldun, baboşun canlısı qalxdı. Sənlə baboş sərf eləmədi. Baboşun canlısı qalxdı. Baboş düşmüşdü, laf da qalxdı. Əldən gedir izləyici, verdim baboşa yolu. Səhv deyirəm, deyin ki, səhv deyirsən. Görüşdün göyün öz aləmində. Sənə dediyi sözlərə görə görüşmək istədin, qaşlı şalvar zad geyindirmək istədin. Öz aləminin sənə dediyi sözlərə görə səhv çıxartmaq istədin. Gördün izləyici yönəlir o tərəfə. Dedin, vay kül mənim başıma. Qırdın, çıxdı, getdi. Sən danışırsan, biz danışa bilmirik. Sətir altı gülə-gülə elə qəşəng təqqir eləyirsən ki. Sətir altı mənə deyirsən ki, sənə görə hamı qalikdir. Hardan hamı qalikdir? Qalik sözünü sən gətirmirsən TikTok'a. Mən elə söz demişəm indiyənə kimi. Mən mənə sataşanlara cavab vermişəm. Kim mənə sataşmayıb durub mən burada ağzıma gələ? Kim sataşıb, cavabını alıb. İzlənmişəm, o vaxtlar ən çox izlənən çox mən idim. Yerindən duran mənə sataşırdı, yerindən duran mənə sataşırdı. Vicdanı olan düzün desin. Mən də durub cavablarını vermişəm. Durub qabaqlarından yiyəsiydim, yoxsa baxasıydım. Durub buna deyirsən ki, mənə Ləman qızışdırdı. Baxıram, direktinə havalanmışam. Sənə nə Ləman qızışdırdı? Niyə Allahsız danışırsan? Rüsvay elədin, evi var. Allaha yalandan and içir. Aşkım, falan. Ağzıma gələndirsə 2 dəqiqədə sonra desən, mənim dava yadımdan çıxdı. Mənim də yadımdan çıxdı indi dediyim sözlər. Okey? Kim? Harda? Da, söz dedim mən, yox. Nətərdir? Xoşuma gəldi. İndi otur, sən danış. Yeyirsə qoşul bura. Görək dünənki söhbətdə sən düzsən, yoxsa mən düzəm. Allaha and olsun, Qurana dəl basaram ki, mən düzəm. Kim deyir ki, sən səhvsən, Allahı görməyən, ona fanatlıq eləyən insanlar da başa düşərəm. Amma Allahınızla o səhvdir. Çünki o dünən birinci mənə gəldi. Dedi, cavabını da verdim. Kim olur olsun, mən hamının cavabını verirəm. Mənim üçün dəxlisi yoxdur. Söz danışıram, Səbər. Olmur, mən dünən əsəbimdən səhərə kimi yata bilməmişəm. Baxıram kayıtlara. Bir dənə sözümün sözümün dedim ona, xoşu gəlmədi, getdi ağzına gələni danışdı.
Xoşu gəlmədi gedir. Az mənim primə ehtiyacım var. Mən 7 ildir TikTokdayam, o 3 aydır, 3 aydır TikTokdadır. 7 ildir mənə baxırsınız, başqalarına baxırsınız, 3 ayda ona baxırsınız. Bəzi izləyicilər də nə satqındılar, Az bəsdirin, az prim. Mənim primə ehtiyacım var. Mən hamı tanıyır da. Pirçomdur burada prim. Primi neyinirəm az mən? Prim. Dünən mən danışıram yerdən, bu danışır göydən. Mən deyirəm filan şeydə Niko mənə belə elə. Yaxşı edirik, kimlə görüşürük, özümüz bilərik. Cara cəhənnəmə. Şeylərin qırılsın. Mənə nə? Mən nə danışıram, sən nə danışırsan? Hardan düz çıxmaq istəyir, ora gedir. Görür ki, kimsə cavabını verir, fırladır başqa söz. Bəsdir. Sözü deyəndə də olursan acı dil, davakar. Qoy oğlum acı dil, davakar. Problem deyil mənim üçün. Prosto yorumda yazanlar var. Lamanı sındırdı. Laman gedib şükür Allaha kimisə qucağında oturmayıb Laman sınsın. Laman gecə saat 4-də barlarda, kafelərdə, kişilərin oturduğu yerlərdə, tüstülü yerlərdə oturmur ay qız. Başa düşdün? Laman evə uşağını atıb gedib kişilərin qucağında oturmur. Mən ağzımı açdırmaz burada. Girişi də məşğul al. Laman sındıra bilər. Laman sındırılmalı hərəkət neyiniyib? Şükür Allaha. Standarda. Sındırıb nə qarda? Gedib qalyançıların içində otururam. Bütün gün orada tüstülərin içində səhərə qədər barlarda, kafelərdə. Oradan da kişilərlə gözləşirəm. Neyinirəm? Sındırası neyinəmişəm? Mənim şəklimi çəkib paylaşıblar kişilərlə oturduğum yerdə. Sındırda. Sındırmaq sən nəyə deyirsən? Sındırda. Tındırda. Sındırda nə qardı? 7 ildir TikTokdayıq, nə qarmışıq sınası? Bizə mənə yandırır. Mən başqa cür danışıram. Bu bilir ki, mən kimlənsə danışmır. Danışırsan, özün bilərsən. Mənə nə var? Niyə özünə sərf eləyən şəkildə danışırsan sən? Mən lazım olan adamla lazımı sözümü dalaşmışam da demişəm də. Sənə söz düşmür. Yanır, paxıllıq eləyir, nə bilim, nə qayrı. Elə bil, bu alendələ uzatdı. Kiməsə hörmət qoyanda veksil belə deyir, Quran anda olsun. Benzin dur, bas bayra buradan. Tüpürələr belə reytingə. Şu əsəb keçirdirəm. Əli yollan da olsun, öləndə sütümə su tapılmasın. Mənim dünəndən başımın ağrısı sakitləşmir. Mən necə insan olmayan şeylərdən aşağıda qıcıqlanıram. Canlı qalxdı. İndi gedə bilərsiniz. Söz yığanlar, sağ salamat. Sevənlər qalsın, sevməyənlər çıxsın. Gedə bilərsiniz indi. Sağ olun hədiyyələrə görə. Çıxın indi. Gedin. Kimsə nəsə deyək, 5 qatda cavabını alar. Mən o bu deyiləm. İşte bu qədər. Mənə pis eləyirlər ancaq onun bunun yanında. Deyir, mən sənlə bana görə sözü dedim. Allah mənim haqqıma kim girir? Yeri göyü yaradan Allah var ha. Baba, hərriyir, fırlayır haqqıma girənləri. Yeri göy, sıra səndədir. Sıra səndədir. Sıra səndədir.
Sıra səndədir. Çox sağ olun. Mən kimə hörmət qoyuram, hörmətsizlik görürəm, Allah göydən görür. İnsan insana hörmət qoyduqca insan başına çıxır. Mənim pis cəhətim aqressiv əsəb olmağımdır. Amma qalan, mən insanlara qarşı saf yanaşıram, insanlar mənə qarşı başqa cür yanaşır. Deyil. Vicdanı olan bilir ki, mən düz danışıram. Dünənki söhbətdə başqalarını qatmağın yeri yox idi, özünə sərf edənlərin. Bir aydan sonra səni də görəcəm oturub danışanda. Ama pık yazır. PK ile sanırım başkaları. Pık yazır. İndi olublar çoxsu mələk TikTokda. Mələk. Məni başıma daş saldılar. Daldan mənim ağzına gələni dedilər dalımca. Evi var, maşını var, filan şey var. İndi olublar TikTokda mələk. Mən olmuşam pis. İndi mən olublar dümbələk, mən olmuşam pis. Elədiyinizi eləmişsiniz, indi oturub mələk olarsınız da. Yer qoymuşsunuz məndə. İndi o var ağır başlı, mən pis o. İndi mən həyatsızam, danışanam, başqaları mələkdir. Danışdıqlarını danışıblar da. Ne danışacaqlar bundan artıq? 10 nəfər bir yerdə oturursa, onun 8-i məndən danışır. İnanın Allaha. Gəl burada otur, səbət qabı qoyuram bura. Elə bildim yeməm sənə, yeyib tutarsa, gəl otur yerine qədər istəyən ye. Gəl. Gəl də. Yemem, biraz yedim bastım. Niyə? Yemem, yedim bastım. Özüm bilərsən. Gəlirlər, otururlar, 5-10 nəfər oturursa, çox sağ ol. Onun 8-i məndən danışır. 5-10 nəfər oturursa, onun 8-i məndən danışır. 5-10 nəfər oturursa, onun 8-i məndən danışır. Niyə? Allah'ın olsun, dalda kim oturur? Qəlibdən deyirəm, evə həsrət qoysun. Evə həsrət qoysun. Mənim evim varsa, ev almışamsa, haqqıma girirlərsə, dalımca vırt vırtıllayırlarsa var ha, hamınızı Allaha tapşırıram. Allaha tapşırıram. Tapşırıram o Allaha. Yeri göğü yaradan Allah görür hər şeyi. Heç nə demirəm. Eyvallah PK. Eləmirəm PK. İnsanın bu qədər haqqına girməzlər. Hamısı canlıda oturur olur mələk, dalda mənə da yemədikləri. Qurana and olsun, məni yeyirlər. Atamın qəbrinə and olsun. Canlıda otururlar, mələk olurlar. Arxada məni yeyirlər məni. Mənim bir quru canım var, bir də canlı yayımım. Nəyim var, mən bədbəxtım. Yeyirlər məni. Elə bir dənə TikTokda mövzusu mənəm. Yeyirlər, birləşirlər anakondalar, yeyirlər məni. Yeyirlər məni. Yeyib taladılar da məni deməkdən. Mığımın gəlmişəm, mığımın da gedəcəm mən.
Kaş elə hamı məni kimi dildə belə sizin dediyiniz dildə it olardı. Afçarka olardı. Dildə hamını qapardı, amma ürəyi olmazdı. Kaş elə hamı məni kimi sidq ürəkdən insanlara yaxınlaşardı. Kaş. Kim məni qınıyır, mənim həyatımın 5 qatını yaşasın. Heç nə demirəm. Donur. Çox sağ olun hədiyyə üçün. Mənə deyir sizə, filan şeydir, bəsmən şeydir. İnsandır da, insandır. İndi səbə hamının çatışan, çatışmayan cəhəti var. Düzdür? İnsandır da. Sən niyə ona sözləri deməlisən? Niyə deməlisən? Niyə deməlisən? Niyə deməlisən? Nədir özünədir, özü bilər. Niyə deyib cəmaatın dilinə salırsan? 700. Nə deməkdir də o? Niyə deyirsən? Kütlə içində niyə deyirsən? Sonra da deyirsən zarafata. Zarafata elə şey olur. Sən zarafata deyəndə çox sonra zarafata qəbul eləmir axı. Eləmir axı zarafata qəbul. Məndə də olur. Arada əsəbləşirəm buna. İstəmirəm. İnsanıq da hamıda olur. Hamının çatışan, çatışmayan cəhəti var. Amma olmaz axı. Mənim şəxsiyyətim alçadır bildiyim. Yenə başqa söz desə yaxşıdır, amma şəxsiyyətimə niyə toxunursan? Mən o işin sahibi olsam zaten mən toxunursan. Laf deyib özü bilər, bununla onun arasında. Amma durub mənim adımı niyə çəkirsən direktdə ki? Ay sevər, Ləman məni qıcıqlandırdı ona görə. Ləmanın nə dəxli var az? Ləmanın nə dəxli var? Ləman dedi Sevərə bu sözü deyin, hə? Yox, mən sonra biz baxdıq, o 700-ü çoxdan yazırdılar izləyicilər. Bəlkə mən dayıca aranı düzəldirəm, buna deyirəm ki, o səni zarafata deyir, onun sözlərini pis qəbul eləmə. Deyir, Ləman məni qızışdırdı. Uzadırsan, az xoşun gəlmir, dırçıq çələ də səndə. Soğan başı da elə bil. Görsən, səbiyyəm uzatma, bas bayra da birdən. Sən yalvaran var, otur bax burada. Uzadırsan, çıx çələ də. İkisi bas bayra. Paxıllıq. Ləman paxıllığı çəkiləndə heç kəs yox idi bu TikTokda. Ləmandan çox paxıllığı çəkilən adam var. Yazığın dili acıdır deyə adı çıxıb Quranandır. Deyir, adamın adı çıxınca canı çıxsın. Ləmandan çox paxıllığı çəkilən adam var bu həyatda. TikTokda heç açdım. Çoxsu elə bilir ki, gedir qıraqda məndən danışır, gəlib mənə çatmır. Quran olsun mənə çatır. Otururlar deyirlər, Ləmanın evi var. Ləmanın filan şey var. Hə, xəbəriniz yoxdur, filan şey var. Gözünüzlə görmüsünüz, alıb vermisiniz, qurban olum. Alıb vermisiniz. Bir dəfə dedim ki, əgər mən ev almışamsa, bu evdən mənim əzizlərimin meyidi çıxsın. Bu sözdən ötə heç bir söz yoxdur. Sizdən qorxuram, sizdən çəkinirəm. Siz gəlib mənim evimi əlimdən alacaqsınız. Deyəm ki, evim var, mən sizdən gizlər. Neyiniz gəlib mənlə bir yerdə yaşayacaqsınız? Bir yerdə 3 ay qalıram, çıxıram, deyirsiniz poxludur, ev yəsi çıxartdı. Bir il qalıram, 100% bu evi alıb, ona görə burada qalır. Nə dəxli var? Ədəbimlə, tərbiyəmlə qalıram, mərifətimlə, qanacağımla qalıram. Namusumla, qiriyyətimlə qalıram. Ev yəsi də deyir, elə ona buna verincə, ailələrə verincə, elə ailələr var ki, əri işdən gedəndən sonra qaz pulunu, şıq pulunu soxur ev. Hele elələrinə verincə, səni kimisinə verərəm. Nə olsun boşanmısan? Dedi hürür. Başqa söz nə deyəcək ki mənə? Hürür də. 3 aydan sonra səni görəcək bu TikTokda. Hürürəm, lap yaxşı. Hürür. Sən də kişləyirsən bütün günü. Özünü Kerimcana oxşadırsan. Yavaş ol. Azizlə Kerimcanın ortasında Belizar. Dur gedək işinə. Özün ol.
Türkiyədəki fenomenlər kimi aparırsan özünü. Güya sən özünsən, özün idinsə başdan gələndə TikTokda belə şeylər yaradardın da. 7 ildir deyirsən mən TikTokda canlılar açıram. 100 nəfərdən, 200 nəfərdən. Sonra gördüm belə izləyici yığıb, özünü biraz Azizə oxşatdın, biraz da şey oxşatdın. Nə deyirlər? O birinin adı nə idi? Kerimcan. Kopyasısan da. Kuray. Kopyasısan. Kuray aparır özünü. Kuray. Göy indi bu Kerimcan olub. Ged işinlə məşğul ol sən Allah. Yeri, mən ən azından heç kəsi kopyalamıram. Necə var elə ya? Məni kopyalayırlar. Hələ ki məni kopyalayırlar. Paxılam aşkım, enli kürəkdir. Paxılam, məni alacaqdı, almadı, üzüyü taxacaqdı, taxmadı. Yandıram paxıllığımdan. Hələ kombinlərinin vəfşi paxıllığını çəkirəm.